Mən Şükürzadə Əli Paşa Ataşoğlu 1965-ci ilin aprel ayında Leriç rayonu Göylərə kəndində anadan olmuşam. Leriç qəsəbə orta məktəbini qurtarmışam 1982-ci ildə. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Stomatologiya fakültəsini qurtarmışam. 1991-ci ildə 3 nömrəli şəhər stomatoloji klinikasında internet etmişəm. Ondan bir il sonra Müdafiə Nazirliyi Mərkəzi Stomatoloji Poliklinikasında 20 il müddətində həkim stomatoloq işləmişəm. Gündəlik iş rejimimiz belədir ki, səhər saat 10-da işə başlayırıq. Baxır, nə vaxt işi qutarır da, bu çox vaxt bizdən asılı olmur. Gün ortadan sonra da ola bilir, axşama qədər də bəzən xəstələrlə məşğul oluruq ki, cəmaata kömək edə bilərik. Bəzən diş ağrıları çox olur, bəzən hətta olur ki, gecə yarıda insanlar diş ağrısından zəng edirlər. Biz heç vaxt öz telefonlarımızı söndürmürük ki, çünki insanlar hətta gecə saat 2-də, 3-də ola bilir ki, kimsə diş ağrısı olur, onlar bizə müraciət edirlər. Adətən bizim millət biraz həkim sözünə çox da diqqətlə qulaq asmır, ya da həkimin sözünü yerinə getirməyi elə də vacib bilmir. Onlar elə bilirlər ki, həkim bizlə adi danışıq vaxtı bizə verdiyi məsləhətlər elə bəzən adi danışıq kimi onları qəbul edirlər. Yəni bizim verdiyimiz məsləhətləri yerinə yetirə bilmirlər. Ona görə də bəzi hallarda bizim verdiyimiz tövsiyələri, məsləhətləri yerinə yetirmədiyinə görə ağırlaşmalar olur və onlar bizə müraciət edirlər. Biz pasiyentlərdən soruşanda ki, biz öz xəstələrimizdən soruşanda ki, biz sizə belə tövsiyələr vermişdik, məsələn, dərmanlar təyin eləmişdik, siz onları qəbul eləmişsinizmi? Deyirlər ki, qəbul eləmişik. Yəni ki, görünür ki, bunlar bizim dediyimiz tövsiyələri tam əməl eləmirlər və ağırlaşmalar bəzən belə ola bilir. Mənim də təcrübəmdə belə bir hadisə olmuşdu. Hələ çox cavan həkim idim. Mənim yanıma 3 qardaş gəlmişdi. Birinin dişini çəkməli idim. Əməliyyat dişində kiçik yüngülvari əməliyyat olmalı idi. Adətən heç kəsi biz diş çəkəndə cərrahi otaqlarına buraxmırıq. Yəni ki, bu xəstələrin qardaşının biri dedi ki, olar ki, mən də baxım. Çox israr eləyəndən sonra mən də cavan və təcrübəsiz bir həkim idim. Ona dedim ki, gəl bax. Və gəlib o başladı baxmaya, mənim arxamda durmuşdu. Mən bir də gördüm ki, bu arxadan yıxıldı mənim üstümə. Deməli, bu adam qan görə bilməyib və bəlkə də qardaşı olduğu, yaxın adam olduğuna görə bunun belə qanını görüb və o dözə bilməyib, onun halı pisləşmişdi. Biz xəstəni qoyduq, başladıq həmin o baxamla onun özünə gətirməyə, yəni ki, belə. İndi bizim xalqımızın sağlamlığı üçün, gələcəyi üçün bizdən sonra gələn gənc nəsillər daha çox oxumalıdırlar, daha çox bilik əldə eləməlidirlər. İndi stomatologiyanın bir çox sahaları var. Biz oxuyan vaxtı stomatologiya 3-4 sahadan ibarət idi. İndi çoxlu sahalara bölünürlər. Hələ uzun illər əvvəl mənim bir Moskvadan gələn yaxın qohumum Moskva Tibb İnstitutunda son kurslarda oxuyurdu. Mənə dedi ki, mən çox aktiv şəkildə ingilis dilini öyrənirəm. Mən ondan soruşanda ki, axı rus ədəbiyyatı biz özümüz oxuduğumuz vaxt daha çox rus ədəbiyyatından istifadə edirdik. Sovet dönəmi idi, onda başqa bir ədəbiyyata giriş yox idi. Daha çox rus ədəbiyyatından istifadə edirdik. Mən həmin qohumumdan soruşanda ki, sən niyə ingilis dilini öyrənirsən belə aktiv şəkildə, o mənə çox gözəl izahat verdi. Dedi ki, dünyada çıxan bütün elmi işlər, elmi məqalalar, elmi təcrübələr ilk dəfə ingilis dilində çap olunur. Yəni biz ingilis dilini mən öyrənsəm, daha bir il, 2 il daha qabaqda olmuş olaram. Və həmin adam indi hal-hazırda qohumun Moskva klinikaların birində professordur, çox savadlı bir həkimdir. Ona görə gənclərə tövsiyəm odur ki, hökmən ingilis dilində öyrənsinlər. Belə qərar
qərara gəldim ki, insanların ən çox əziyyət çəkdiyi xəstəliklərindən biri də diş xəstəlikləridir. Ona görə də diş həkimi olmaq lazımdır ki, yaxın qohum əqrabada, dost tanışda, ətrafda insanları bu ağrıdan xilas edə bilək.